Salam əziz tələbələr, bu videoda sizlərlə bir yerdə pronoun bölməsinin birinci və ikinci hissəsinin izahına baxacağıq. Gəlin vaxt itirmədən başlayaq. Birinci əvəzlik bölməsində bizdə gəlir şəxs əvəzlikləri. Şəxs əvəzlikləri əvəzliyin demək olar ki, ən sadə hissəsidir. Şəxs əvəzlikləri bir adlıq halda, bir də obyekt halda olur. Adlıq halda I, you, he, she, it, we, you, they. Burada he kişi cinsi, she qadın cinsi, it isə cansız. Obyekt hala sonra misallarda baxacağıq. Gəlin birinci baxaq. Deməli, ümumiyyətlə uşaqlar şəxs əvəzlikləri cümlədə həmişə mübtəda vəzifəsində çıxış edir. Biz də bilirik ki, ingilis dilində cümlənin söz sırası necə olur? Birinci gəlir mübtəda, sonra gəlir xəbər, sonra isə gəlir tamamlıq. Yəni bizdə şəxs əvəzlikləri həmişə öndə, yəni mübtəda vəzifəsində çıxış edir. Baxaq. They go to school every day. They nədir? Onlar üçüncü şəxsin cəmidir. Onlar hər gün məktəbə gedirlər. They bizim mübtədamız, go xəbərimiz, to school isə yer zərfi, məktəbə gedirlər. John. John bilirik ki, üçüncü şəxsin təkində işlənib. Üçüncü şəxsin təkində və kişi cinsində işləndə nə istifadə edirik biz? He. Yəni John burada nəyə əvəz edib? He-nə əvəz edib. He wants to see you. O səni görmək istəyir. Biz də bilirik ki, üçüncü şəxsin təkində indiki sadə zamanda he-də, she-də və it-də xəbərimiz S şəkilçisini qəbul edir. Yəni wants olur. Sonra baxaq teachers. Teachers thinks of their students. Müəllimlər şagirdləri haqqında düşünürlər. Müəllimlər burada nə rolunda çıxış edib? Üçüncü şəxsin cəmi rolunda. Biz də dedik ki, üçüncü şəxsin cəmi onlar hansıdır? They. Yəni burada teachers they əvəz edib. They think of their students. Sonra baxırıq bura a lot of pollution. Pollution nədir uşaqlar? Çirkləndirmə. Çirkləndirmə sayıla bilməyən isim olduğuna görə xəbəri necə işlənib? İz olub. Biz demişdik ki, sayıla bilməyən isimlər hər zaman təkdə işlənir xəbərləri. Əgər təkdə işlənibsə və pollution da bildiyimiz kimi cansız isim olduğuna görə nəyə əvəz edib burada onu? It əvəz edib. It is observed by scientists. Sonra baxırıq obyekt hala. Obyekt hal cümlədə tamamlıq vəzifəsində çıxış edir. Və uşaqlar, obyekt hal hər zaman söz önlərindən və xəbərdən sonra işlənir. Obyekt hal bizim dilimizə necə tərcümə olunur? Baxın, me, məni, mənə, you, sənə, səni, him, onu, ona, her qadın cinsində, it, cansız isimdir, us, bizi, bizə, you, sizi, sizə, them, onları, onlara. İndi baxaq, dedik ki, obyekt hal tamamlıq vəzifəsində çıxış edir, cümlədə söz önlərindən və xəbərdən sonra işlənir. Baxın, söz sırası necə olur? Birinci gəlir adlıq hal, yəni bizim mübtədamız, sonra gəlir xəbər, ondan sonra gəlir obyekt hal. Obyekt hal da zaten tamamlıq rolunda deyil. Biz də bayaq burada qeyd elədik ki, ingilis dilində söz sırası necə olur? Birinci gəlir mübtəda, sonra gəlir xəbər, sonra gəlir tamamlıq. Burada da birinci gəlir adlıq hal, yəni mübtəda, sonra gəlir xəbər, sonra da obyekt hal, yəni bizim tamamlığımız. Baxaq. We, biz, so, gördük. Biz gördük. Mübtəda, xəbər. Sonra nə gəldi? Them, onları. Onları burada nə rolunda çıxış edib? Tamamlıq. Biz onları partidə gördük. Dedik ki, obyekt hal cümlədə əsasən söz önlərindən və xəbərdən sonra çıxış edir də, düzdür? Burada so nədir? Bizim xəbərimiz deyil. So'dan sonra nə gəlib? Obyekt hal gəlib. Sonra baxaq. She thinks of me. O məni düşünür. Baxın, burada of preposition'dır. Biz də dedik ki, obyekt hal söz önlərindən sonra gəlir. Of da söz önüdür, me də məni. O məni düşünür. Problem yoxdur. The old. Burada uşaqlar, the old həmişə cəmdə işlənən isimdir. Yəni, qocalar mənasındadır. The old were respected by everybody. Əgər burada dedik ki, the old həmişə cəmdə işlənən isimdirsə, onda burada the old nəyə əvəz edib? They. Onlar were respected by everybody. Və uşaqlar, törəmə vəzlikləri də bilirik ki, hər zaman üçüncü şəxsin hər zaman təkində işlənir. Ya qadın cinsində işlənir, ya da kişi cinsində işlənir. Deyir ki, the old were respected by everybody. Qocalar həm başqaları tərəfindən hörmət edilir. Qocalara hörmət edilir. Everybody burada törəmə vəzlikdir və biz də bilmirik törəmə vəzliyi hansı cinsdə çıxış edib. Əgər sizdə testdə versələr, everybody'nin yerinə him də yazsaz, her də yazsaz düz olar. Deməli, biz dedik ki, törəmə əvəzliyi söz önlərindən sonra işlənir, düzdürmü? Burada bizim söz önümüz nədir? By. By everybody. Yəni kim?
him ya da her. Everybody'ni siz burada him ilə də əvəz edə bilərsiniz, her ilə də əvəz edə bilərsiniz. Sonra baxırıq a teacher. A teacher scolds children about problem. Gəlin bunu özümüz tapaq. A teacher, müəllim. Müəllim hansı cinsdədir? Bunu burada deyə bilmərik. Ya he-dir, ya da she-dir. Cümlənin əvvəlində gəlib və mübtəda rolunda çıxış edib. Biz də dedik ki, şəxs əvəzlikləri mübtəda rolunda çıxış edir. Deməli, teacher-ni biz həm he ilə, həm də she ilə əvəz edə bilərik. Müəllim danlayır. Kimi? Uşaqları danlayır. Uşaqlar üçüncü şəxsin cəmində işlənib və xəbərdən sonra gəlib. Yəni, nə rolunda çıxış edib? Tamamlıq. Tamamlıq rolunda da dedik ki, obyekt halımız çıxış edir. Children da üçüncü şəxsin cəmində olduğuna görə olacaq them. A teacher scolds them about problem. Məncə bu hissəsi aydın oldu. Keçək qarşılıq əvəzliklərinə. Qarşılıq əvəzlikləri, yəni reciprocal pronouns. Qarşılıq əvəzlikləri nədir uşaqlar? 2 dənə qarşılıq əvəzliyinə baxacağıq. Bir icazədir, bir də van-ənazədir. İcazə və van-ənazə hər ikisi də bir-birinə və bir-birini deməkdir. Onların tək fərqi nədir? Əgər siz cümlədə icazə gördünüzsə, icazə yalnız 2 nəfərin arasında işlənən bir əvəzlikdir. Amma əgər siz cümlədə van-ənazə gördünüzsə, həmin söz 3+ nəfərə aiddir. 3 və ya daha artıq insana aiddir. İcazə 2 nəfər, van-ənazə 3 və daha artıq. Və yadınızda saxlayın ki, icazədən və van-ənazədən sonra isim gəlməz. İşlənsə səhvdir. Baxırıq cümlələrə. Alex və onun dostu. Biz dedik ki, icazə 2 nəfər arasında işlənir, düzdür. Alex bizim birinci ismimiz, his friend də ikinci ismimiz, ikinci mübtədamız. Alex və onun dostu həmişə bir-birini dəstəkləyir. 2 nəfər olduğuna görə nə oldu? İcazə oldu. Amma uşaqlar, baxın, diqqət yetirin. Alex və onun dostları deyəndə, burada s var. Demişdik ki, isim cəmlənəndə s şəkilçisi qəbul edir. Alex və onun dostları deyəndə, siz bilirsiniz neçə nəfərdən söhbət gedir. Alex və dostları avtomatik 3 nəfərdən artıq olur da, düzdür? Ona görə mütləq nə olmalıdır? Van-ənazə olmalıdır. Sizi bu şəkildə çaşdıra bilərlər. Sonra we deyəndə uşaqlar, biz. Biz həmişə bir-birimizin qayğısına qalırıq. Mən biz deyəndə, siz nə bilirsiniz ki, mən neçə nəfəri nəzərdə tutmuşam? Biz deyəndə mən 2 nəfərdə nəzərdə tuta bilərəm, 10 nəfərdə nəzərdə tuta bilərəm. Ona görə, əgər siz testlərdə we-ni gördünüzsə, qarşılıq əvəzliyi kimi siz həm icazədən istifadə edə bilərsiniz, həm də van-ənazədən istifadə edə bilərsiniz. Amma baxın yoldaşlar, diqqət edin. Cümlələrdə icazənin və van-ənazənin sonuna s şəkilçisi artıldığını gördünüzsə, tamamilə səhvdir. İcazə və van-ənazə heç vaxt cəmlənə bilməz. Ya da içdən sonra ənazə gəlməz, vandan sonra da azə gəlməz. Səhvdir. Bunu yadınızda saxlayın. Və bir də bu qarşılıq əvəzliklərinin icazə və van-ənazənin yiyəlik halı mövcuddur. Biz bilirik ki, İngilis dilində yiyəlik hal necə düzəlir? Apostrof s-lə. İcazə və van-ənazəndə apostrof s-lə olan yiyəlik halları mövcuddur. Bu zaman biz bilirik ki, yiyəlik haldan sonra mütləq nə gəlməlidir? İsim gəlməlidir. İndi baxaq, we və biz geyinirik bir-birimizin paltarını. Biz bura iç azəs clauses-də yaza bilərik. Niyə? Çünki biz bayaq dedik ki, we deyəndə neçə nəfərdən söhbət getdiyini bilmirik. Yəni burada iç azəs clauses da olsa düzdür, van-ənazəs clauses da olsa düzdür. Baxın, apostrof s. Burada da apostrof s niyə? Çünki yiyəlik haldır. Jane və onun dostu. Baxın, diqqət edin, dostu təkdədir. Neçə nəfərdən söhbət getdi? 2 nəfərdən. Jane və onun dostu bir-birlərinin fikirlərini bölüşürlər. İç azəs opinions və yaxud da decisions qərarlarını. Amma yoldaşlar, əgər siz cümlədə s apostrof gördünüzsə, biz bayaq dedik ki, s olanda nə olur? Cəmlənir. İcazə və van-ənazənin heç birini cəmləyə bilmədiyimizə görə testlərdə s-dən sonra apostrof qoysaz səhvdir. Olmaz. İndi baxırıq yiyəlik əvəzliklərinə. Yiyəlik əvəzlikləri özündən sonra mütləq isim tələb edir. Amma baxın, hansı yiyəlik əvəzliyi? Asılı forması olan. Zaten adından da tuta bilərsiniz. Asılı formadır. Nədən asılıdır? İsimdən asılıdır. Düzdür, özündən sonra isim tələb edir. Müstəqil formaya da baxacağıq. İndi baxaq. My, your, his, her, its, our, their, your. Mənim, sənin, onun, his olur kişi cinsində, her olur qadın cinsi, its cansız, our bizim, your sizin, their onların.
Asılı forma həmişə özündən sonra isim tələb edir. Adından da məlum olduğu kimi asılıdır. Mənim, my attitude to this process is negative. Mənim deyir bu prosesə yanaşmam negativ. My'dan sonra nə gəlib? İsim gəlib. Heç bir problem yoxdur. Dedik ki, əgər ismimiz, mübtədamız apostrof S qəbul edibsə, deməli yiyəlik halda da düzdür. Baxın, John'dan sonra apostrof S qoyub. John da dedik ki, üçüncü şəxsin təki və kişi cinsində işlənir. Kişi cinsində də üçüncü şəxsin təkində nə olur? His olur. Yəni John burada nəyə əvəz edib? Hizə əvəz edib. John's books were stolen by someone. Bayaq dedik ki, törəmə vəzlikləri nəyə əvəz edir? By'dan sonra gəlib diqqət yetirin. By nədir? Preposition'dır. Kimsə tərəfindən. Törəmə vəzliklərini də dedik ki, hansı cinsdə olduğu bilinmir. Yəni burada someone nəyə əvəz edib? Him də olar, her də olar. Onun tərəfindən. Ya kişi cinsində, ya da qadın cinsində. Problem yoxdur. Baxaq. Və uşaqlar, əgər ismimiz cəmlənib apostrof qəbul edibsə, bu problem deyil. Bu sadəcə icazə ilə vananaziyaya aid idi ki, cəmlənib apostrof qəbul edə bilməz. Amma ismimiz cəmlənəndə və yiyəlik halda olanda S apostrof olur. Bu cəm isimlərin yiyəlik halıdır. Cəm isim, yiyəlik hal. Baxın example-a. Students, şagirdlərin. Şagirdlər cəmdədir, S apostrofdur. Şagirdlərin ideyaları cəmdə olduğuna görə xəbərimiz də olur cəmdə were, very amazing. Students, şagirdlərin nəyə əvəz edib burada? Üçüncü şəxsin cəmini, düzdür? Yəni their, onların ideyaları. Çox möhtəşəm idi. Sonra uşaqlar, sizi testlərdə necə çaşdıra bilərlər? Şagirdlərin və ideyaların ikisinin bir yerdə altından xətt çəkilib. Şagirdlərin ideyaları deyəndə bəs nəyi nəzərdə tutur? Söhbət nədən gedir əsasən? Əsas tərəfə baxırıq, ideyalardan söhbət gedir. İdeyalardan söhbət getdiyinə görə bu ikisinin altından xətt çəkilsə, mübtədamız nə olacaq? Zey. Onlar möhtəşəm idi. Onlar deyəndə nəyi nəzərdə tutur? İdeyaları nəzərdə tutur. Mütləq diqqət yetirin ki, nəyin altından xətt çəkilib. Şagirdlərin ideyaları deyəndə ümumi mübtədanı nəzərdə tutur. Amma şagirdlərin deyəndə kimə məxsus olduğunu, onların yəni. Sonra baxaq müstəqil formaya. Uşaqlar, müstəqil forma nədir? Müstəqil forma özündən sonra heç vaxt isim qəbul edə bilməz. Adından da görürük müstəqildir, tək işlənir, düzdür? Müstəqil forma nə deməkdir? Məsələn, mən deyirəm ki, my book. My book nədir? Mənim kitabım. Burada my yiyəlik haldır. Amma hansı yiyəlikdir? Asılı formadır yiyəliyin. Bu nəyə bərabərdir? My-na bərabərdir. O nə deməkdir? Baxacağıq. Ülker's points are better than mine. Ülkerin baxışı mənimkindən daha yaxşıdır. Baxın burada Ülker's points are better than mine. Mine deyəndə nəyi nəzərdə tutur? My points nəzərdə tutur. Baxın, mən burada onu nəzərdə tuturdum. My book my-na bərabərdir. Mənim kitabım ya da mənimki. Burada ingilislər ümumiyyətlə uşaqlar təkrarçılığı sevmirlər deyə. Birinci dəfə məsələn Ülker's points deyib də düzdür. Are better than my points deyib uzatmırlar. Birbaşa deyirlər ki mine. Mənimkindən daha yaxşıdır. Sonra baxaq bura. This is not my cap. Bu mənim papağım deyil deyir. Mənimki qaradır. Day demir my cap is black. Bir dəfəlik yazır ki mine is black. Təkrarçılıqdan qaçırlar. His brother is older than yours. Deyir ki onun qardaşı səninkindən daha yaşlıdır. Burada yours deyəndə nəyi nəzərdə tutur? Your brother-ni. Bunu da biz siz nəyə görə təyin edirik? Baxın burada işlənənə görə. His brother, onun qardaşı səninkindən yaşlıdır. Yəni kimdən? Sənin qardaşından yaşlıdır. Təkrarçılıq yaratmırlar. Can I utilize your bag? Utilize istifadə etmək. Deyir ki, sənin sumkanı istifadə edə bilərəm. Mənimki cırılıb. Baxın, mine mübtədə rolunda da çıxış elədi. Mine has been torn. Mənimki cırılıb. Da demir ki, my bag has been torn. Uzatmır. Yəni təkrarçılıqdan qaçınır. Burada yadda saxlamalı olduğumuz məqam odur ki, müstəqil forma özündən sonra isim qəbul etməz. Amma gördüyünüz kimi müstəqil formanı biz mübtədə rolunda çıxış elətdirə bilirik. Problem yoxdur. Sonra baxaq qayıdış əvəzliklərinə. Ümumiyyətcə, qayıdış əvəzliklərini işlətməyin məqsədi nədir? Qayıdış əvəzlikləri cümlədə işin kim tərəfindən icra olunduğunu göstərmək üçün istifadə olunur. Və qayıdış əvəzliyi ya mübtədadan dərhal sonra gəlir, ya da ki cümlənin sonunda gəlir.
Baxaq, myself, yourself, herself, himself, itself, ourselves, themselves qayıdış əvəzlikləri bunlardır uşaqlar. Baxaq, my brother has passed an exam successfully. My brother deyəndə nəyi nəzərdə tutur? Mənim qardaşım. Mənim qardaşım deyəndə he-dən söhbət gedir də, düzdür? Üçüncü şəxsin təki və kişi cinsindən. Kişi cinsində olduğuna görə bizim qayıdış əvəzliyimiz nə olacaq? Himself. Ya my brother'dən birbaşa sonra olacaq. My brother himself has passed an exam successfully. Ya da ki, my brother has passed an exam successfully himself. Bu himself-i də nəyə görə təyin edirik? Ən başda işlənən mübtədamıza görə. Qayıdış əvəzi cümlənin mübtədasından asılı olur. Mübtədaya görə təyin edilir. Sonra baxaq Kate. Kate burada hansı cinsdir? Üçüncü şəxsin təkində və qadın cinsindədir. She'dir, düzdür? Qadın cinsində də bizim qayıdış əvəzliyimiz hansıdır? Herself. Biz qayıdış əvəzliyimizi ya burada yazacağıq, Kate'dən dərhal sonra. Kate herself intends to visit her family. Ya da ki, Kate'in ən axırında. Cümlənin yəni ən sonunda yazacağıq. Sonra baxaq, you should observe the situation yourself. Uşaqlar, you'nu bilirik ki, ingiliscində you həm sən, həm də siz ikisi də you'ya gəlir, çıxır tərcüməsi. Ona görə belə olanda siz cavablarda həm yourself götürə bilərsiniz, həm də yourselves götürə bilərsiniz. Çünki bilmirsiniz ki, söhbət tək isimdən getir, yoxsa cəm isimdən gedir. You olanda hər ikisini götürə bilərik, problem yoxdur. Bir də uşaqlar, burada qayıdış əvəzliklərinin özünə məxsus qaydaları var. Birinci qaydamız nədir? Əmr cümləsində qayıdış əvəzliklərinin ancaq yourselfdən və yourselvesdən istifadə olunur. Və bunun əmr cümləsi olduğunu, yourself'in, yourselves olduğunu hardan biləcəyik? Cümlədəki işlənən please sözündən biləcəyik. Ya da ki, uşaqlar, Azərbaycan dilindən bilirik ki, xitab cümlənin əvvəlində gəlir və xitabdan dərhal sonra nə qoyulur? Vergül qoyulur. İndi baxaq. Please, come here yourself. Baxın, ikisi də işlənir, problem yoxdur. Deyir ki, xahiş edirəm, bura gəlin, özünüz gəlin. Siz gəlin ya da sən gəl deyir. Biz bilmirik hansından söhbət gedir. Amma biz qayıdış əvəzliyində dedik ki, xitab cümlənin əvvəlində gəlir və özündən sonra vergül qoyulur, düzdür? Bu zaman qayıdış əvəzliyinin siz təkdə və yaxud cəmdə olduğunu təyin edə bilərsiniz. O da nədən asılı olacaq? Xitabdan. Children nədir? Uşaqlar. Sayıla bilən cəm isimdir. Cəm isim olduğuna görə və burada əmr cümləsi olduğuna görə nə olacaq? Cəm olacaq. Yourself. Deyir ki, uşaqlar, özünüz yazın. Write yourselves. Cəmdə olduğuna görə yourselves. John. John nədir? Üçüncü şəxsin təkidir. Yəni, tək mübtədadır, tək xitabdır daha doğrusu. Təkdə olduğuna görə nə olacaq? Yourself. Deyir ki, John, take care of yourself. Öz qayğıva qal. Sonra baxaq qayda 2-yə. Not only but also işlənən cümlədə. Not only but also işlənən cümlədə bizim qayıdış əvəzliyimiz not only'dən sonra gələn isimə aid olur. Sözə aid olur. O nədir? Baxaq. I liked not only'dən sonra nə gəldi? Car. Car da üçüncü şəxsin təkində və cansız isimdir. Onda nə olacaq qayıdış əvəzliyimiz? Itself. Deyir ki, mən nəinki maşının özünü sevdim. Həmçinin onun nəyini sevdim? Rəngini sevdim. Its color. Sonra baxaq. She admires not only her brothers. Not only'dən sonra gələn isimimiz nədir? Her brothers. Onun qardaşları. Onun qardaşları. Burada nə rolunda çıxış edib? Zeydi də düzdür. Üçüncü şəxsin cəmidir. Zeyin də qarşılıq əvəzliyi nədir? Themselves. Deyir ki, she admires not only her brothers themselves. Nəinki qardaşlarının özünü sevir. But also a big sister. Həmçinin böyük bacısını. Sonra üçüncü qaydamız nədir? Mürəkkəb tamamlıq istifadə olunan cümlələr. Ümumiyyət uşaqlar, mürəkkəb tamamlığı sizlə keçəcək ingiliscində complex objectdir. Bəlkə də abituriyent vaxtından da yadınızda qalıb. See-dir, watch-dur, feel-dir. Bunlardan sonra feil gələndə to-suz işlənir falan. Biz bunu sizdən keçəcəyik. Amma burada bilməli olduğumuz nədir? Mürəkkəb tamamlıq istifadə olunan cümlədə qayıdış əvəzliyimiz ilk tamamlıqdan asılı olur. Yəni, bu necə quruluşda olacaq? İki dənə feilin ortasında bir dənə tamamlıq işlənir və bizim qayıdış əvəzliyimizdə ilk işlənən tamamlıqdan asılı olur. Baxaq, I want him to study his lesson himself. Deməli, burada dedik ki, ilk tamamlıqdan asılı olur. Mən istəyirəm, ilk tamamlığımız nədir burada? Him, onu. Nəyi istəyirəm? Deyir ki, mən istəyirəm ki, o dərsi özü eləsin. Him üçüncü şəxsin təkində və kişi cinsindədir. Qayıdış əvəzliyi nədir? Himself.
Sonra baxaq. My mom let me go. Baxın, 2 dənə feil. Bu birinci feilimizdir. Bu da ikinci feilimizdir. 2 dənə feilin ortasında tamamlıq işlənir. Biz də dedik ki, qayıdış əvəzi 2 dənə feilin ortasında işlənirsə, tamamlığımız 2 dənə feilin ortasında işlənib və qayıdış əvəzliyi də ilk tamamlıqdan asılıdır. İlk tamamlıq hansıdır? Me. Mamam mənə icazə verdi. Nəyə? Sinemaya özüm getməyə. Me-nin qayıdış əvəzliyi nədir? Myself. Sonra baxırıq. They see Kate run herself. Baxın, bu birinci feilimizdir. Bu da ikinci feilimiz. 2 feilin ortasında işlənib tamamlıq. Kate nədir? Üçüncü şəxsin təki və qadın cinsi. She'dir də, düzdür. Onun qayıdış əvəzliyi hansı olacaq? Herself. Bu qədər sadə. Sonra baxaq demonstrative pronouns-a. İşarə əvəzlikləri. İşarə əvəzlikləri nədir? Zaten Azərbaycan dilində bilirik. Odur, o, bu, bunlar, onlar. İşarə göstərən əvəzliklər. İngilis dilində işarə əvəzlikləri hansılardır? This, bu təkdə, these, bunlar cəmdə. That, o özündən sonra gəlir tək isim, those, onlar özündən sonra gəlir cəm isim. Və burada yadda saxlamalı olduğumuz nədir? Əgər siz cümlədə over there gördüksə, həmin işlənən cümlədə özündən sonra nə olacaq? That olacaq ya da those olacaq. Əgər siz cümlədə right here gördüksə, burada, onda olacaq nə? This ya da these olacaq. İndi baxaq. This village, burada nə işlənib? Right here, burada olanlar. Buradadırsa nə olacaq? These olacaq. Village də cəmdə olduğuna görə these olur. These villages right here are ours. Buradakı kəndlər bizimdir. Sonra baxaq. That book, burada nə işlənib? Over there, oradakı, o kitab. Onda nə olacaq? That. Book da təkdə olduğuna görə that-lə işlənib. Və uşaqlar, yadda saxlamalı olduğumuz məqamlardan biri də odur ki, işarə əvəzliklərimiz isimsiz işlənib cümlənin mübtədası da ola bilər. O necə olacaq? This is my decision. Bu mənim qərarımdır. Baxın, this mübtədə rolunda çıxış edib. Bu qərarımdır, mənim qərarımdır. Sonra that. That's my account. O mənim hesabımdır. Baxın burada, those cəm olduğuna görə nədən asılıdır? My friends. Those are my friends. Onlar mənim dostlarımdır. Baxın, this təkdə olduğuna görə xəbərimiz olub təkdə. Decision təkdir. That təkdədir deyə xəbərimiz nədir? Təkdədir. Account da tək isimdir, decision da tək isimdir. Friends də cəmdə olduğuna görə those olur. Və yaxud da this də ola bilər. Bunlar mənim dostlarımdılar, onlar mənim dostlarımdılar. İndi gəlin keçək pronounun ikinci hissəsinə. Əslində uşaqlar, pronounun ikinci hissəsində məncə sizdə o qədər də problem olmayacaq. Çünki biz sizlə kəmiyyət bildirən sözlərdir keçmişik. Bəziləri quantifierdən bildiyimiz sözlərdir. İkinci hissədə biz nədən danışacağıq? Müəyyən, qeyri-müəyyən və inkar əvəzliklərindən. Baxaq, all, hamı, bütün, bütöv. Biz demişdik ki, alldan sonra nə gəlir? Alldan sonra gələr həm sayıla bilən cəm, həm də sayıla bilməyən isim. Heç bir problem yoxdur. Sonra boss, hər ikisi. Bossdan sonra nə gəlir? Sayıla bilən cəm isim. Some, some da all kimi. Özündən sonra gələr həm sayıla bilən cəm, həm də sayıla bilməyən isim. Any, heç istənilən bir, ondan indi danışacağıq. Most, əksər. Mostdan sonra nə gəlir? Həm sayıla bilən cəm, həm də sayıla bilməyən isim. Almost, all da most kimi. Demək olar ki, hamısı sayıla bilən cəm, həm də sayılmayan. Each, every, hər bir. Özündən sonra gəlirdi sayıla bilən tək isim. Eyzədir, neyzədir. İkisindən biri istənilən eyzə, ikisindən heç biri neyzə. Özündən sonra gəlirdi sayıla bilən tək isim. Oflu versiyasında isimimiz cəmlənirdi, xəbərimiz tək olaraq qalırdı. None və no ikisi də inkar əvəzliyidir. İndi onlar haqqında danışacağıq. Birinci baxaq qeydimizə. Deməli uşaqlar, birinci qeyddə yazılıb ki, all və boss əvəzliklərində of olmadan birbaşa təyinici istifadə oluna bilər. Bu nə deməkdir? Biz quantifierdə keçmişdik ki, məsələn, neyzədir, sonra eyzədir. Özündən sonra of gələndə, bunlardan sonra of gələndə mütləq qarşısında nə olmalıydı? Təyinici Z artiklımız olmalıydı, düzdür? Amma burada 2 dənə istisnamız var ki, all və boss əvəzliklərində of olmadan da birbaşa təyinici istifadə oluna bilər. Baxın, all students, boss students. Bütün tələbələr və yaxud da tələbələrin hər ikisi. Deməli, baxın, alldan sonra birbaşa gəldi students.
Sonra baxaq. All of the students. Baxın, həm ofumuz var, həm də təyin z artiklımız var. Amma all-la boss'dan sonra birbaşa of olmadan da z-ni yazıblar. Burada of var, yoxdur. All the students, boss the students. Heç bir problem yoxdur. All fellows, boss fellows. Bu sual uşaqlar 2021-ci ilin qəbuluna düşmüşdü. Elə bu fellow sözü ilə düşmüşdü. All the fellows, boss the fellows. Yazmışdı z artiklını, yanında da fellows'u, cəm ismimizi. Bunların yerinə də belə boşluqlar qoymuşdu ki, hansı təyin edici istifadə oluna bilər? Cavabımız olacaq all-la boss. All-la boss yeganə əvəzliklərdir ki, özündən sonra birbaşa təyin edici istifadə olunmadan da, yəni of olmadan da təyin edici yaza bilərik. Təyin edici də nədir? Ya z artiklımızdır, ya nə bilim, yiyəlik halda işlənən isimdir. Yəni təyin edici deyəndə onu nəzərdə tutular. Amma yadınızda saxlayın ki, of olmadan birbaşa təyin edici istifadə oluna bilən əvəzliklərimiz bir oldu, bir də boss'dur. Deməli, all bütün bütöv mənasında özündən sonra sayıla bilən tək isim də gələ bilər. All'un bütün bütöv mənası bərabərdir the whole plus sayıla bilən isimə. O nə deməkdir? Ümumiyyət uşaqlar, bu qaydada təyin edicimiz all'dan sonra gəlir, amma whole işlənəndə whole'dan əvvəl gəlir. Baxaq, he devoured all the book in 2 hours. Baxın, birinci gəldi all, burada təyin edicimiz nədir? Z. Dedik ki, all işlənəndə təyin edici all'dan sonra gəlir. Bütün kitabı, yəni 2 saat ərzində qutardı, bitirdi. Amma burada whole gəlib. He devoured the whole book. Təyin edicimiz nədir burada? Z. Whole'dan əvvəl gəlir. Dedik ki, all işlənəndə təyin edici all'dan sonra gəlir. Whole işlənəndə whole'dan əvvəl gəlir. All'dan sonra whole'dan əvvəl. Yadınızda saxlamalı olduğunuz budur. Dedik ki, all da bərabərdir the whole plus sayıla bilən tək isim. The whole bizim bütün bütöv mənasında işlənən sözümüz, özündən sonra da gəlib sayıla bilən tək isim. Deməli, əgər all isimsiz işlənsə və canlını əvəz eləsə, xəbəri nəyə görə təyin edəcəyik? Həmin o əvəz elədiyi isimə görə. Əgər xəbərimiz cəmdədirsə, ismimiz cəmdədirsə, xəbərimiz cəm olacaq. Cansız əvəz eləyibsə, xəbərimiz tək olacaq. Baxaq. All have been doing an exam for 2 hours. Deyir ki, hər kəs, hamı yəni, imtahanı 2 saat ərzində elədi. 2 saat ərzində bitirdi. Deməli, burada all, imtahanı bitirmək, imtahan eləmək ümumiyyətcə kimə məxsusdur? Canlı ismə məxsusdur, düzdür? Biz də dedik ki, əgər all isimsiz işlənsə və canlını əvəz eləsə, xəbərimiz necə olur? Cəmdə olur. İmtahan etmək də insana məxsus olduğuna görə xəbərimiz cəmdədir. Sonra baxaq, all has been done by us. Hər şey bizim tərəfimizdən edildi. Bir şeyin edilməsi ancaq necə ismə məxsusdur? Cansıza da. Cansızdır ki, kimsə tərəfindən edilir də, düzdürmü? Cansızı əvəz elədiyinə görə all'dan sonra gələn xəbərimiz təkdə olur, həz olur. Sonra baxaq, all are about to leave the lesson. Deyir ki, hər kəs dərsi tərk etmək üzrədir. Dərsi tərk etmək kimə məxsusdur? Canlı ismə də, şagirdlərə, düzdür? Və burada all canlı ismi əvəz ediliyinə görə xəbərimiz olur cəmdə are. All was mended by the workers. Mended demişdik nədir? Təmir olunmaq. Hər şey deyir ki, işçilər tərəfindən təmir olundu, düzəldildi. Düzəldilmək nəyə məxsusdur? Cansız bir isimə məxsusdur, düzdür? Ona görə xəbərimiz necə olur? Was olur. Ümumiyyətcə demişdik ki, ingilis dilində bir var tək xəbər anlayışı, bir də var cəm xəbər anlayışı. Burada is olanda, burada olurdu are, burada olurdu has, burada olurdu have. Sonra burada demişdik ki, olanda was, burada olurdu were. Bir də demişdik ki, bayaq da dedik, indiki sadə zamanda işlənəndə burada olurdu place, burada da olurdu play. Biz tək və cəm xəbəri bir-birinə necə ayırdıq? Sonundakı s-lərdən. Əgər all cansız əvəz eləyibsə, xəbərimiz olacaq təkdə. Əgər all cəmi əvəz eləyibsə, yəni canlı ism əvəz eləyibsə, xəbərimiz olacaq cəmdə. Have və are. Burada da tək əvəz elədiyinə görə has, was. S-lərdən tutmaq olar. Sonra baxaq sama. Sam biraz bir neçə deməkdir. Və bayaq da qeyd etdik ki, samdan sonra həm gələ bilər sayıla bilən cəm isim, həm də gələ bilər sayılmayan isim. Samı biz əsasən təsdiq cümlələrində istifadə edirik. İstisnası var, onu da deyəcəyik. Baxaq. I would like to earn some money. Money nədir? Pul. Pul bizim sayıla bilməyən isimimiz, samdan sonra işlənib, heç bir problem yoxdur.
They noticed some people. People demişdi ki toplu isimdə sayılabilən cəmdir. Some'dan sonra işlənib, heç bir problem yoxdur. They noticed some people assembled the center. Deyir onlar mərkəzə bir neçə insanın yığışdığını gördülər, sezdilər. Some'dan sonra gəlib students. Some students. Students bizim cəm isimimiz. Some'dan sonra işlənib, heç bir problem yoxdur. Some students try to avoid exam rules. Deyir ki, bəzi tələbələr imtahan qaydalarına boyun qaçırmağa cəhd edirdilər. Father gave her some advice. Advice nədir? Məsləhət, sayıla bilməyən isimdir və some'dan sonra işlənib, heç bir problem yoxdur. Father gave her some advice on education. Ata deyir qızına təhsillə bağlı biraz məsləhət verdi. Sonra some'ın istisnası nədir yoldaşlar? Some əgər nəzakət bildirən cümlələrdə işlənibsə, sual cümləsində işlənibsə, biz eninin əvəzinə some'dan istifadə edirik. Bu da ancaq nəzakət və yaxud da xahiş bildirən cümlələrdə istifadə olunur. Və həmin cümlənin də olduğunu hardan biləcəyik? Orada işlənəcək please, can, could, may, might və yaxud da would like. Təklif bildirən cümlə də ola bilər. Baxaq. Please, may I have some coffee? Biraz deyir coffee götürə bilərəm. Xahiş edir də, düzdür burada. Ona görə sual cümləmizdə nə işlənib? Some işlənib. Can you lend me some money? Biraz mənə pul borc verə bilərsən? Bu nədir? Xahiş bildirir də, düzdür. Xahiş elədiyinə görə sual cümləmizdə nə istifadə olunub? Some. Would you like some cake? Biraz deyir keks istəyirsən. Bu nədir? Təklifdir. Nəzakətli şəkildə bildirilən bir cümlədir. Ona görə də eninin əvəzinə nə istifadə olundu? Some. Heç bir problem yoxdur. Sonra baxaq ikinci qeydimizə. Deyir ki, some və some'ın törəmələri inkar sözdən əvvəl işlənir. Amma inkardan sonra some işlənməz. Yəni, İngilis dilində inkar plus some görsəz, səhvdir. Olmaz. Amma some'dan sonra inkar işlənsə, heç bir problem yoxdur. Düzdür. Bu düzdür. Amma inkar plus some səhvdir. Baxaq. Somebody, kimsə, didn't agree with the decision. Kimsə qərarla razılaşmadı. Baxın, didn't agree inkardır da, düzdür. Amma some'dan sonra işlənib, heç bir problem yoxdur. Some students, bəzi tələbələr, don't like any food. Bəzi yeməkləri sevmirlər. Don't inkardır da, amma some'dan sonra işlənib, heç bir problem yoxdur. Some kinds of animals, bəzi heyvan növləri, never. Burada neverdir inkarı bildirən heç vaxt. Never sleep during the day. Gün ərzində yatmırlar. Some'dan sonra inkar işlənib, heç bir problem yoxdur. İndi baxaq anyyə. Uşaqlar, anydən sonra da inkar işlənməz. Any plus inkar səhvdir. Elə ki, bir növ some'dan any bir-birinin tərsidir də, amma inkar plus any görsəz düzdür. Belə olanda heç bir problemi yoxdur. Any, heç, istənilən bir deməkdir. Və əsasən sual və inkarda istifadə olunur. Təsdiqdə işlənməyi də var, o da istisnadır, ona da baxacağıq. Deməli, dedik ki, any cümlədə inkar sözdən sonra işlənir. Əvvəl işlənməz. Baxaq. Do you have any question? Sual cümləsi olduğuna görə nə olub? Some olub any. Any questions? Deyir, sualınız var. Biraz sualınız var, yaxud da heç sualınız qalıb. John doesn't spend any money. Any'dən sonra gələr həm sayıla bilən cəm, həm də sayıla bilməyən isim. Money sayıla bilməyən isimdə heç bir problem yoxdur. Dedik ki, any inkardan sonra işlənir, düzdürmü? Doesn't inkardır da, any inkardan sonra gəlir. Don't inkardır. Any də inkardan sonra gəlir. Heç bir problem yoxdur. Fonds da cəm isimdir. Dedik ki, any həm işlənər sayıla bilən cəmlə, həm də işlənər sayıla bilməyən isimlə. İndi any'nin istisnası nədir uşaqlar? Any istənilən bir mənasında işlənəndə biz some'ın əvəzinə any'dən istifadə edirik. Yəni any təsdiq cümləsində ancaq bu təqdirdə istifadə olunur. Any'dən sonra amma belə cümlələrdə sayıla bilən tək isim gəlir. Any student can solve this problem. Deyir ki, istənilən tələbə bu problemi həll edə bilər. Burada any istənilən mənasında işlənir. Bayaqki kimi heç mənasında deyil, istənilən mənasındadır. You can take any book. Deyir ki, istənilən kitabı götürə bilərsən. Burada any istəniləndir. You can get any picture from the newspaper. Deyir ki, qəzetdən istənilən şəkli götürə bilərsən. Dedik ki, any'dən sonra nə gəlir? Sayıla bilən tək isim. Picture də sayıla bilən tək isimdir. Burada da any'dən sonra gəlib student, sayıla bilən tək isim, tələbə. Burada book, sayıla bilən tək isim.
Mütləq özündən sonra gəlir sayıla bilən tək isim və əgər any-ni təsdiqli işlətmişiksə, deməli həmin cümlədə any istənilən mənasında işlənir. Bir də any haqqında bilməli olduğumuz qayda nədir? Any if olan cümlədə, if-dən sonraki təsdiq cümlədə any-dən istifadə olunur. Some görsə səhvdir. If olan cümlədə, özündən sonra gələn cümlədə any olmalıdır. Some olsa səhvdir. Baxaq. If anyone helps me on exam, I will purchase chocolate for him. Deyir ki, əgər kimsə mənə imtahanda kömək eləsə, mən ona şokolad alacağam. Baxın, if-dən sonra gəldi anyone, any'nin törəməsi. If anyone doesn't want to come, əgər deyir kimsə gəlmək istəmirsə, everything will be disclosed. Hər şey nə olacaq? Ləğv olunacaq yəni. If-dən sonra gəldi any, any'nin törəməsi. İndi keçək nona. Nan uşaqlar heç biri deməkdir, inkar əvəzliyidir və yadınızda saxlayın ki, ingilis dilində nandan sonra isim işlənməz. Əgər nandan sonra of gəlibsə, none of the mütləq qarşısında nə olur? Təyin edicisi, ismimiz olur cəm, xəbərimiz olur təkdə. Əgər nandan sonra of gəlib, sayıla bilməyən isimimiz işlənirsə, xəbərimiz nə olacaq? Yenə tək olaraq qalacaq. Bu yadımızdadırsa kəmiyyət bildirən sözdə ilk punktda işlənən sözlərdir. İç idi, every idi, one idi, neyzə, eyzə. Özündən sonra gəlirdi, ofsuz olanda sayıla bilən tək xəbər olurdu təkdə. Amma oflu birləşmələrində sayıla bilməyən isim gəlirdi, xəbərimiz yenə də tək olaraq qalırdı. Burada yadda saxlamalı olduğumuz odur ki, nandan sonra isim gəlməz, nandan sonra of gələndə əgər sayıla bilən cəm isimdirsə xəbərimiz yenə təkdə olur. Sayılmayan isimdirsə zaten xəbər təkdə olacaq. No. No inkar əvəzliyidir, heç deməkdir. No, nandan fərqli olaraq özündən sonra istənilən ismi gələ bilər. İstənilən isim deyəndə biz nəyi nəzərdə tuturuq? Həm sayıla bilən tək gələr, həm sayıla bilməyən gələr, həm sayıla bilən cəm gələr. Fərqi yoxdur. Amma uşaqlar yadınızda saxlayın ki, no özündən sonra of qəbul eləmir. Sonra baxaq. No-nun, some-ın, every-nin və any-nin törəmələri. Törəmə deyəndə uşaqlar nəyi nəzərdə tuturlar? Bu gördüyünüz 4 sözə no-dur, some-dır, every-dir, any-dir. Body, one, sing və veya sözlərini artırmaqla, baxın, body, one, sing və veya sözlərini artırmaqla bu gördüyünüz 4 dənə sözün törəmələri yaranır. Və uşaqlar, törəmə vəzliklərində yadımızda saxlamalı olduğumuz qaydalar nədir? Törəmə vəzliklərindən sonra of gəlməz. Everybody ofdur, someone ofdur, somewhere ofdur. İngilis dilində elə şey yoxdur. Törəmə vəzliklərindən sonra isim gəlməz, of gəlməz və isim gəlməz. Bir də törəmə vəzliklər haqqında bayaq qeyd elədik zaten. Törəmə vəzliklərinin xəbəri həmişə təkdə olur. Əgər somebody, someone istifadə eləmişiksə, sayıla bilən təkdə olur və burada nəyə əvəz edir? Someone, somebody deyəndə kimsə onu, yəni ya hini ya da şini. İndi baxaq. Biz dedik ki, törəmə vəzliklərindən sonra of gəlməz. Yəni everyone of görsə səhvdir. Biz demişdik ki, ingilis dilində every of birləşməsi də yoxdur. Əgər biz everydən sonra of yazmaq istəyirsə, mütləq qarşısında of olmalıdır. Və özündən sonra da gəlirdi sayıla bilən tək, xəbəri də tək. Daha doğrusu üzrü sayıla bilən tək yox, cəm isim. Of olanda cəm isim gəlir, xəbərimiz də olur təkdə. Amma every təklikdə işləndə özündən sonra sayıla bilən tək gəlirdi. Və burada bunları niyə yazıblar uşaqlar? Əgər siz variantda görsəz ki, one bu every'yə birləşikdir, özündən sonra of gəlib, bu səhvdir. Everyone of yoxdur. Çünki everyone törəmə vəzlikdir. Amma every one ayrı of görsəz, bu düzdür. Bu kəmiyyət bildirən sözdür. Hər biri deməkdir. İndi baxaq. Azəyə, ənazəyə. Azə başqa və digər deməkdir. Özündən sonra gələ bilər həm cəm isim, həm də sayıla bilməyən isim. Amma isimin gəlməyi mütləqdir. Azə görmüşsünüz, özündən sonra mütləq isim gəlməlidir. Baxaq, respect as a pupil. Başqa insanlara hörmət elə. Başqadan sonra gəlib pupil. Bizim bu nədir? Pupil sayıla bilən cəm isimimiz. If you wanted to be respected, deyir başqalarına hörmət elə, əgər hörmət görmək istəyirsənsə. Sonra baxaq, do you have azə questions? Questions sayıla bilən cəm. Azədən sonra işlənib heç bir problem yoxdur. She spoke about azə good news. Burada azə nəyə aiddir? News'a. News da nədir? Xəbərlər. Bu da bizim sayıla bilməyən isimimizdir. Yadınızda saxlayın ki, news'un sonundakı bu s sizi çaşdırmasın. News xəbərlərdir və sayıla bilməyən isimdir.
AZ-dən sonra gəlib heç bir problem yoxdur. Ənazə. Ənazəni kəmiyyət bildirən sözdə sizdən danışmışdıq. Ənazədən sonra bu da başqa bir deməkdir. Hər hansı bir qeyri-müəyyənlik bildirən bir əvəzlikdir. Və ənazədən sonra hər zaman sayıla bilən tək isim gəlir. Bunu da nə ilə yadımızda saxlayırıq? Bu qabağındakı ən artiklından. Biz demişdik ki, İngilis dilində sayıla bilən ismi sayıla bilməyən isimdən fərqləndirən xüsusiyyət nədir? Bir qabağında artikl işlənə bilməyi, eynin və yaxud da ənin işlənməyi, bir də ki, sayıla bilən isimlərimiz cəmlənə bilirdi. Sayılmayanlar amma cəmlənmirdi. Dedik ki, ənazədən sonra nə gəlir? Sayıla bilən isim, sayıla bilən tək isim. Another question, sual sayıla bilən isimdir və təkdədir. Ənlə yadımızda saxlaya bilərik. Another question, heç bir problem yoxdur. I would like to drink another cup of tea. Cup sayıla bilən tək isimdir. Anotherdən sonra işlənib, heç bir problem yoxdur. I am going to buy another book. Book sayıla bilən tək isimimiz anotherdən sonra gəlib, heç bir problem yoxdur. İndi baxaq Z-azə ilə. Z-azə ilə azənin fərqi nədir? Uşaqlar, biz Z-azədən sonra istənilən isim işlədə bilərik. Bayaq da dedik, istənilən isim deyəndə hansı anlayış nəzərdə tutulur? Həm sayıla bilən cəm işlənə bilər, həm sayılmayan işlənə bilər, həm sayıla bilən tək işlənə bilər, fərqi yoxdur. Və Z-azə müəyyənlik bildirir. Biz Z-azəni nə vaxt işlədirik? Əgər bir şey haqqında əvvəlcədən məlumat vermişik və ikinci dəfə onun haqqında danışırıqsa, Z-azə olur. Biz də bilirik ki, Z müəyyənlik artiklıdır. Ona görə də Z-azə işlədəndə yadınızda saxlayın ki, müəyyənlikdən söhbət gedir. Baxaq. Baxın, burada da deyir, əvvəlcədən isim haqqında məlumat verilir, sonra ona uyğun Z-azədən istifadə olunur. Bu nə deməkdir? John has 3 sons. John'un 3 dənə oğlu var. 2 of them live in Moscow. İkisi Moskvada yaşayır. İndi yerdə neçə dənə oğlu qaldı? Bir dənə, düzdür? Da demirik də o yerdə qalan oğlu. Deyir ki, Z-azə son, digər oğlu harada yaşayır? Bakıda yaşayır. İkinci dəfə oğlanları haqqında danışdığına görə biz işlətdik Z-azəni. Z-azə son lives in Baku. Sonra baxaq. I had 2 mistakes at the exam. Deyir ki, mən imtihanda 2 dənə səhv eləmişəm. One of them was in biology. Biri biologiyadandır. Yerdə neçə dənə qaldı? Bir dənə səhvimiz qaldı. Onun haqqında danışanda ikinci dəfə Z-azədən danışılır. Z-azə one was in English. Digəri də ingilis dilində idi. Və uşaqlar, Z-azədə bir dənə istisnamız var ki, bir şey haqqında ikinci dəfə danışmayanda da Z-azədən istifadə edə bilərik. O nə vaxtdır? Məsələn, yoldur. Yolun bilirik ki, 2 dənə tərəfi var da. Üçüncü bir tərəfi yoxdur ki, ya bu tərəfdir, ya o tərəfdir, 2 tərəf. Və yaxud da çayın sahili. Çayın da 2 dənə sahil olur. Bu tipli isimlərlə işlənəndə Z-azədən birbaşa istifadə edə bilərik. O nə deməkdir? Somebody waved at me on the other side of the way. Deyir ki, kimsə mənə yolun o biri tərəfindən baxdı. Yolun o biri tərəfi. Deməli, mən yolun bu tərəfində durmuşam. O biri kimsə də hardadır? Yolun o biri tərəfində. Birbaşa Z-azə yazmaq olar. Black is staring at me on the other coast of the river. Dedik ki, çayın 2 dənə sahili var. Mən deməli bu sahilində durmuşam. Black də o biri sahildə də durub da məlumdur harda durduğu. Ona görə nə olur? The other coast of river. Deyir ki, Black mənə çayın o biri sahilindən baxırdı. Digər sahilindən baxırdı. Sonra baxaq azəs və Z-azəs nədir? Azəs nədir uşaqlar? Azədən sonra cəm isim gəlirsə, o bərabər olur azəsə. Z-azədən sonra da cəm isim gəlirsə, o da bərabər olur Z-azəsə. Və uşaqlar, yadınızda saxlayın, kəmiyyət bildirən sözlərdə də demişdik ki, azəsdən də Z-azəsdən sonra da isim işlənməz. Zaten isim John'un tərkibində olmuş sayılır. Başqaları, digərləri deməkdir. Baxaq. What can you tell me about others? Deyir ki, sən mənə başqaları haqqında daha nə deyə bilərsən? Burada başqaları mənasında işlənib və özündən sonra isim gəlməz. There are many cars in the garage. Deyir ki, qarajda çoxlu maşınlar var. Birinci maşınlar haqqında məlumat verdi. Deyir ki, bəziləri bahadır. Birinci bir hissəsi haqqında danışdı. Bəziləri bahadır. Yerdə qalanlar, yəni digərləri, onda olacaq nə? Z-azəs. Demişik ki, bir şey haqqında məlumat verəndə, ikinci dəfə onun haqqında danışanda nə olur? Z-azəs. Z-azəs are old fashion. Digərlərdə nədir? Köhnə dəblidir. Sonra baxaq. Group consists of 10 students. Group 10 nəfərdən ibarətdir. Qrup haqqında məlumat verdi. 2 are girls. İkisi qızdır. Yerdə qalanlar kimdir? Z-azəs. Digərləri oğlanlardır. İkinci dəfə danışdığına görə nə oldu? Z-azəs oldu. İndi baxaq.
Burada gördüyünüz sözlərdən sonra uşaqlar what'dur, no'dur, some'dur, any'dir, every, yiyəlik haldır, yiyəlik əvəzliklərdir. Yiyəlik hal nədir? Ya apostrof S-dir, ya da S apostrofdur. Yiyəlik əvəzliklərdə hansılar oldu? My, your, his, her, our, your, their. Bunlar da yiyəlik əvəzliklər. Onlardan sonra ən azə işlənməz və z azə işlənməz. Bu gördüyünüz bütün sözlərdən sonra yalnız nə işlənə bilər? Azə işlənə bilər. There is no other way to solve it. Deyək ki, onu həll etmək üçün başqa yolumuz yoxdur. No other way. No'dan sonra gəldi azə. Give me Jane's other book. Jane's nədir? Yiyəlik halda, düzdür? Yiyəlik haldan sonra nə gəlib? Azə. Heç bir problem yoxdur. What sual əvəzliyimiz. What'dan sonra gəlib azə. What other question do you have? Başqa nə sualın var? Sonra baxaq əsas qeydlərə və bir daha da üstündən keçək. Dedik ki, uşaqlar azəsdən, z azəsdən, nandan, elotdan, elsdən, iç azədən və vanənazədən və törəmələrdən. Törəmələr hansıdır? Samın, eninin, nonun və evrinin törəmələrindən sonra isim gəlməz. Elotla els haqqında kəmiyyət bildirən sözlərdə danışmışdıq. Elot çox demək idi. Els nə idi? Daha başqa ədat idi. Bu ikisindən sonra da və burada saydıqlarımızdan sonra isim işlənməz. Asılı forma. Asılı forma dedik ki, adından bilindiği kimi də asılıdır. Və özündən sonra nə tələb edir? İsim tələb edir. Mütləqdir ismimiz. Şəxs əvəzlikləri dedik ki, ancaq cümlənin əvvəlində gəlir mübtədə vəzifəsində çıxış edir və cümlənin sonunda, ortasında gəlməz. Dedik ki, inkardan əvvəl istifadə olunmaz, inkardan sonra da sam gəlməz. Ümid edirəm ki, uşaqlar hər birinizə aydın oldu. Çalışdığım ki, bacardığım qədər ətraflı izah edeyim. Əgər yenə də nə sualınız olsa yazıb soruşa bilərsiniz. Uğurlar hər birinizə.